Sabit həcm deyirsə V konstantdır. Sabit həcmdə V konstantdır. Yəni bu izoxor prosesdir. İzoxorda T və P, yəni temperatur və təzyiq düz asılıdır. Yəni T1 bölünsün T2 bərabərdir P1 bölünsün P2. Və temperaturu 3 dəfə azaldıqlarsa P3 dəfə azalacaq. Yəni P1 bölünsün P2 bərabərdir 3. Eyni zamanda P2-nin də təzyiqi də azaldıqlar. P2 bərabərdir P1 çıxılsın 500. Bunu burada əvəzləsək P1 bölünsün P1 çıxılsın 500 bərabərdir 3-ə. 2P1 bərabərdir 1500-ə. P1 də bərabərdir 750-yə. Cavabımız B variantıdır.